Salam əziz uşaqlar, indi isə biz riyaziyyat iş dəftəri 4-cü sinif 2-ci hissə onluq kəsirlərə aid olan tapşırıqları işləyəcəyik. Gəlin başlayaq. Deməli, onluq kəsirləri mən bundan əvvəlki videomuzda dərsliyimizin üzərində izahını verdim. İndi isə iş dəftərində işləməyə başlayaq. Deməli, təsvirlərə uyğun ədədi adi və onluq kəsirlərlə yaz. Burada birinci nümunəni özləri göstəriblər. İndi biz ikinci nümunəyə baxırıq. Deməli, birinci adi ədədi onluq kəsir, yəni həm qarşılıq ədəd kimi, həm də bayaq dediyim kimi vergüllə olanlar onluq kəsirlərdir. Baxırıq, burada neçə tamımız var? 1, 2, 3 dənə tam var. Deməli, olacaq 3 tam. Əvvəlcə qarşılıq ədəd kimi qeyd edək. Burada kəsir xətti çəkəcəyik. Burada isə 3 tamda sadəcə olaraq vergül qoyacaq. Deməli, 10 hissəyə bölünür və 10 hissədən neçəsi rənglənib? 2, 4, 6, 7. Olacaq 3 tam, 10-da 7. Qarışıq ədəd kimi belə olacaq, amma burada isə sadəcə olaraq 7 yazacağım. Çünki artıq vergül 10-da 1 və 100-də 1-ləri göstərir. Burada isə bizdə 10 hissəyə bölündüyünə görə 10-da 1-lər kimi qeyd edirik. Burada 2 tamdır gördüyünüz kimi. Burada 2 tam yazıb kəsir xəttimi çəkirəm. Burada 2 tam yazıb vergülümü qoyuram. Burada 10-da 3. Burada isə sadəcə olaraq vergüldən sonra 3 qeyd edirik, olur 2,3. İndi bura baxırıq. Deyir, mərtəbə cədvəlini tamamla, uyğun onluq kəsirləri rəqəmlərlə və sözlərlə yaz. Gəlin baxaq, təkliklər mərtəbəsində 1 göstərirsə, deməli bunun 1 tamı var. 1 tamla göstərdikdən sonra 10-da 1-lər dediyinə görə 1, 2, 3, 1 tam, 10-da 3. Yazılış qaydası budur. Sözlə isə belə yazırıq. 1 tam, 10-da 3. Baxın, bu qayda ilə qeyd edirik. Burada isə təkliklər mərtəbəsi, yəni tamı var. 2 tam, 10-da 1. Və mən bura belə sözlərlə belə yazıram. 2 tam, 10-da 1 kimi qeyd edirəm. Burada təkliklər mərtəbəsi yoxdur. Olacaq nə? 0 tam, heç biri yoxdur. 10-da 1-də isə 2, 4. 0 tam, 10-da 4 və yazılışında da 0 tam, 10-da 4 kimi qeyd edirəm. Gəlin üçüncüyə baxaq. Üçüncüdə bizə nə deyir? Deyir, ədəd oxunda boş xanalara uyğun onluq kəsirləri yaz. Gördüyünüz kimi 0-dan 1-ə gəlib. Deməli, burada heç biri 1 tam olmayacaq. 0 tamdan yazılacaq. Buradan sonrakılar isə 1 tamdan ifadə edəcəyik. 0 tam 10-da 1, 0 tam 10-da 2, 0 tam 10-da 3, 0 tam 10-da 4, 0 tam 10-da 5, 0 tam 10-da 6, 0 tam 10-da 7, 0 tam 10-da 8, 0 tam 10-da 9 bərabər oldu nəyə? 1 tama. 0 tam 10-da 1-dən 0 tam 10-da 9-a qədər gəldik, olduq 1 tam. Bundan sonrasını isə uşaqlar qarşısında mütləq 1 tamla qeyd edəcəm. Artıq 0 tam yazmayacağım. 1 tam 10-da 1, 1 tam 10-da 2, 1 tam 10-da 3 və 1 tam 10-da 4 kimi qeydiyyatımı aparacağım. 4-cü tapşırığa keçirik. Ədəd oxunda verilmiş nöqtələrə uyğun onluq kəsirləri yaz. Onluq kəsiri istəyir. Gördüyünüz kimi 0-dan 1 aralığı olduğu üçün mən burada 1 tam yaza bilmərəm. Mütləq ki 0 tamla qeyd eləməliyəm. Göy dayanıb nəyin üstündə? 0 tam 10-da 1, 0 tam 10-da 2. Sonra isə 3, 4, 5 oldu 0 tam 10-da 5. Sonra 6, 7, 8, 0 tam 10-da 8. Daha sonra isə 1 tamam oldu 0 tam 19 və 1 tam. Buradan sonra isə 1 tamla qeyd edəcəm 2-yə qədər. 1, 2, 3. 1 tam 10-da 3 və 1 tam 10-da 5 də budur. Burada artıq gəldi 2 tam oldu. Bu kəsirləri isə, bu onluq kəsirləri isə 3-ə qədər olduğuna görə 2 tamla qeyd edəcəm. 1, 2, 3. 2 tam 10-da 3, 4, 5, 6. 2 tam 10-da 6, 1, 7, 8, 9. 2 tam 10-da 9-la bunu da qeydiyyatımı aparacağım. İndi buna baxırıq. Onluq kəsir şəklində yaz deyir. Gördüyünüz kimi qarşısında tamı yoxdur. Ona görə 0-la verəcəm. 0 tam 10-da 2. Burada isə 1 tamı var. 1 tam 10-da 2 qeyd edəcəm. Burada tamı yoxdur. 0 tam 10-da 8 olacaq. Burada 2 tam 10-da 1. Bu 1 tam 10-da 4 tamı var. Bunun da 3 tamı var. 3 tam 10-da 9 kimi qeyd edəcəm. Onluq kəsir şəklində yaz və bir neçəsini ədəd oxunda göstər. Gəlin onluq kəsir kimi yazaq. 1 tam dediyinə görə 1 tam qarşıda yazıram. 10-da 3 də belə qeyd edirəm. 4 tam 10-da 1 dediyinə görə, onluq kəsir şəklində yazdı deyə üzr istəyirəm uşaqlar, belə olmalıydı. 1 tam 10-da 3. Mən elə bildim qarşılıq ədəd kimi deyir. Burada isə 4 tam 10-da 1. Burada 3 tam 10-da 5. Burada 0 tam 10-da 6. 0 tam 10-da 2. 2 tam 10-da 7 kimi qeydiyyatımı aparıram. Ədəd oxunda göstər deyəndə isə, məsələn, bunu götürək və yaxud da hansısa birini götürək, bu 3-ü götürək elə. Deməli, buradan başlayıram. Buracan qeydiyyatımı aparıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 mütləqdir. Onun olmağı mütləqdir. Çünki bu 10-da 5-lərdir. Deməli, 3 tam deyirsə, 3 tamı veribsə, mən bura mütləq 3 qeyd edirəm. Burada isə 4 qeyd edəcəm. Və 10-da 5-i göstər deyəndə 1, deməli 3 tam 10-da 1, 3 tam 10-da 2, 3 tam 10-da 3, 3 tam 10-da 1, bu isə 3 tam 10-da 5 kimi qeydiyyatımı aparıram. Və yaxud da əgər 0 tam desəydim, mən burada 0 yazacaqdım, burada 1 yazacaqdım və 0 tam 10-da 6-nı isə onluq ədəd oxunun üzərində 10 məxrəci qeyd edib burada qeydiyyatımı aparacaqdım. İndi gəlin baxaq buna. Uyğun onluq kəsirləri Ayxan seç. Burada verib bizə onluq kəsirlər. Burada bizə nə deyir? 10-da 1-lər. 10-da 1-lər mərtəbəsi hansıdır? Vergüldən sağ tərəfdəkilər. Vergüldən sağ tərəfdəkilər 2 rəqəmi olsun. Hansında 2-dir? Burada
0,2, 32,2. Sonra burada bir də 27,2 bizim nəyimizdir? Onda birlər mərtəbəsi 2 olan onluq kəsirlərdir. Burada isə deyir ki, onda birlər mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsindəki rəqəmdən kiçik olsun. Onda birlər, yəni vergüldən sağ tərəf sol tərəfdən böyük olsun. Böyük olsun, yox, kiçik olsun. Deməli 7,5-i yaza bilirəm. Çünki 7,5-də onda biri təklikdən kiçikdir. Burada da 2 32-dən kiçikdir. Ona görə də 32,2-ni verirəm. Kiçikdir, hə düzdür. Burada böyükdür, bunu yazmıram. 0,5-i yazmıram. 26,6-nı yazıram, çünki 6 26-dan kiçikdir. 5,4-dür, bunu da yaza bilərəm, çünki kiçikdir. 27,2-ni də yazıram. 27,2-ni yazıram. Bunları burada yazmışdıq əslində, amma yenə yazdıq, eybi yox. Çünki burada başqa şərtdir, burada başqa şərtdir. Burada bu böyükdür, onda birlər, yəni təkli tamdan böyükdür. Burada da kiçik olduğuna görə 45,3-ü də qeyd edirəm. Sonra sonuncuya baxıram bu səhifədə. Onda birlər mərtəbəsindəki rəqəmi onluqlar mərtəbəsindəki rəqəmdən kiçik olsun. Uşaqlar, onda birlər vergüldən sağdır, təkliklər və onluqlar mərtəbəsi isə vergüldən sol tərəfdir. Burada mən baxıram ki, mənə deyir ki, biz bunu sinifdə öz şagirdlərimlə işləyəndə burada bir balaca qarışdırmışdıq, fikir verməmişdik. Onda birlərlə onluqlar mərtəbəsinə bir balaca qaramız çıxmışdı burada. Ümid edirəm ki, digər şagirdlərim səhvə yol verməzlər. Bu video ilə ən azından kömək etmiş olarıq onlara. Deməli, dediyim kimi, onda birlər vergüldən soldur, onluqlar vergüldən sağdadır, onluqlar mərtəbəsi vergüldən sol tərəfdir. Yəni, məsələn, kiçik olsun deyir. Onda biri bu 3-dür, bu isə onluqlar mərtəbəsinin içədə 4-dür. Bu təklikdir, bu isə onluq mərtəbəsidir. Bu şərti ödəyir. Burada baxıram, burada 2 rəqəmlidir, yəni 2 rəqəmlərdən gedir söhbət. Tam hissəsi təkliklər yox, onluqlar mərtəbəsi də olmalıdır. Yəni 3,8 ola bilməz, çünki burada ən azından 2 rəqəmli olmalıdır tam hissə. Buna baxıram, 32-yə baxıram. Deməli bunun hansında onluqlar, onda birləri, yəni bu ikisi onluqlardan kiçikdir. 32-dən, 3-dən 2 kiçikdir. Sonra nə var? 26-dan, bu 2-dən bu 6-ya baxanda isə 6 bundan böyük olduğunu bunu yaza bilmirəm. Buna baxıram ki, onda biri ikisi bu 2-yə bərabərdir, bunu da yaza bilmərəm. Yalnız və yalnız ikisini qeyd edə bilirəm. 32,2 ilə 45,3-ü bura qeyd edə bilirəm. Əgər mənə təkliklər mərtəbəsi desəydi, onda bayaq kimi burada çox çıxardı. Sadəcə olaraq onluqlar mərtəbəsi dediyinə görə və mən 2 rəqəmlərə baxıram, onların içindən də bu ikisi uyğun gəlir. Gəlin səhifə 17-ni də işləyə birlikdə. Burada bizə nə deyir? Təsvirlərə uyğun ədədi adi və onluq kəsir şəklində yaz. Həmin eyni tapşırıqda sadəcə olaraq burada onda birləridir, burada da yüzdə birlərə gəlirik. Burada necə yazırıq kəsir xəttində? Gördüyünüz kimi tamı yoxdur və burada nəyə bərabərdir? Hər bir sütun saymağa ehtiyac yoxdur. 10, 10, 10, 30, 33. Deməli 0,33. Birinci qarşı ədəd kimi yazmalıydım. Eyb yox. İndi burada da belə yazırıq. %33. Amma əvvəlcə bunu yazmaydım. Siz çalışın, bunu burada qeyd edin, sonra bunu burada yazın. Tamım yoxdur. Ona görə 0 tamdan verdim və burada da tamı qeyd eləmədim. Burada 2 tam var. Yazıram bura 2 tam və kəsir xəttimi çəkirəm. Burada isə 2 tam yazıb vergülümü qoyuram. 100-dən neçədir? 1, 2, 3, 4, 5. Kəsirin məxrəcinə 100 yazıram, surətinə 5 yazıram. Burada isə uşaqlar bayaq da mən videoda qeyd elədiyim kimi %5 dediyi zaman mən bura adi 5 yazsam, bu olacaq onda 5. Mən bu 5-dən əvvələ 0 yazdığım zaman 2 tam %5 kimi oxuyacağım. Burada isə 1, 2, 3 dənə tamım var. 3 tamımı yazıram, kəsirin xəttini çəkirəm, 3 tamımı yazıram, vergülümü qoyuram. Deməli, sütunları sayıram. 1 sütun, 2 sütun, 3 sütun, 30. Burada isə 6, 36. Məxrəcim 100, surətim 36. Burada sadəcə olaraq 36 qeyd edəcəm. Sadəcə olaraq belə yazılacaq. İndi buna baxırıq. Görək burada nə deyir bizə? Deməli, təkliklər mərtəbəmiz var. Əla, 1 tam qeyd edirəm. Onda birlər və yüzdə birlər də var. Yəni 2 rəqəmlidir. Çünki %1-dir. 4, 2, 42. Oldu nə? Oxunuşu. 1 tam %42 yazanda da bizə, çünki burada deyir ki, sözlərlə yaz. Rəqəmlə yazdıq, indi isə sözlərlə 1 tam %42 kimi qeyd edirəm. İndi buna baxıram uşaqlar. 2 tamı var. Yazıram 2 tam, düzdürmü? Vergülümü qoyuram. Onda birlər mərtəbəsi yoxdur. Yüzdə birlər 1, 2, 3 olur. 2 tam %3. Yazılışı isə bu qaydada. 2 tam %3 kimi qeydiyyatımı aparıram. İndi deyir, ədəd oxunda boş yerlərə uyğun onluq kəsirləri yaz. Burada isə gördüyünüz kimi hamısı, bu səhifə hamısı 16-cı səhifə onda birləri göstərdi. Bu isə yüzdə birlərin üzərində işləyəcəyik. 0 tamdan davam eləyib. 0 tam %1, 0 tam %2, 0 tam %3, ardıcılığa baxın. 0 tam %4, 0 tam %5, 0 tam %6, 0 tam %7-ni özləri yazıb, 0 tam %8, 0 tam %9 və 0 tam %10 yox, artıq nəyə bərabər oldu? 0 tam onda 1-ə bərabər oldu. Daha sonra 0 tam, bu tam elə özü uşaqlar, bayaq mən sizə burada bir izahat verdim. Birdən sonra burada 0-da elə ona 0 tam onda 1 bərabərdir
Bu bir-birinə bərabərdir. Mən buna 0,10 da deyə bilərəm. İndi baxın, ona görə 0,11, sonra 0,12, 0,13, 0,14 kimi davam edirəm. Burada isə uşaqlar 2 tamdan verib gördüyünüz kimi. 2,1, 2,11. Bu 2,1 elə bərabərdir nəyə? 2,10-a da bərabərdir. Ona görə də baxın, birbaşa 2,11-ə keçib. 2,12, 2,13, 2,14-ü özləri veriblər. 2,15, 2,16, 2,17, 2,18 və 19 özləri veriblər. 2,20. Mən bura 2 yazdım, amma bu özü bərabərdir nəyə? 2,20-yə. Biz də burada olduğu kimi qeyd elədik. Və sonra davam edirəm. 2,21, 2,22. Bu bunun qısaldılmışıdır da uşaqlar. 2,23, 2,24. Bax bu qayda. Burada isə 3 tamdan verib uşaqlar. 3,96, %97. Bu təbii ki 3,98, 3,99 ilə davam edirəm. Və olur nə? 4 tamam. 4 tamam bərabər olduqdan sonra isə mən bunu necə qeyd edəcəm? 4 tam. 4 tamı qeyd edildikdən sonra uşaqlar burada olacaq nə? 4 tam %2-cə %1. Bunu əslində uşaqlar 4 tam onda sıfırlarla da verə bilərəm. Sadəcə olaraq vermirəm. 4 tam öz ona bərabərdir. 4 tam %3, 4 tam %4, 4 tam %5, 4 tam %6, 4 tam %7, 4 tam %8, 4 tam %9. Artıq 4 tam %10-a gəlib çatdıq. İndi uşaqlar, diqqətli olsa da əslində burada çaşmalı, yəni qarışdırmalı bir məqam yoxdur. Sadəcə o sinifdə kollektiv işləyəndə birdən daha maraqlı olur, hərə bir fikrini irəli sürür və səhv deyirik, düz deyirik, ən azından öz səhvlərimiz üzərində öyrənirik, öz təcrübələrimizi qazanmış oluruq. Bunların hər biri özümüzün qazandığı uğur sayılır. Çünki öz səhvlərimiz üzərində öyrənirik. 11-ci tapşırığa baxırıq. Ədəd oxunda verilmiş nöqtələrə uyğun olaraq onluq kəsir istəyir yenə. Yenə uşaqlar 5 tamdan başlayıb gəlib 6 tamın üzərində davam eləyib. Mən də davam edirəm. Bunu istəyir bizdən uşaqlar. Hamısını istəmir. Gəlin baxaq. 5 tam %95-dir. Bu 96, bu isə 97. 5 tam %97, bu 98, bu 99, bu da artıq 100, yəni 6 tamamlanıb. Burada 6 tam olub. 6 tam olduqdan sonra isə uşaqlar belə də yaza bilərik. 6 tam qəbul olduqdan sonra 6 tam %1, %2, %3. 6 tam %3. Bu 4, bu 5, bu 6, bu 7. 6 tam %7. 8, 9, 10. 6 tam %10. Burada 14'ü özləri veriblər. 6 tam 11, 12, 13. 6 tam %14. 15, 16, 17, 18. 6 tam %18. 19, 20, 21. 6 tam %21. 22, 23 özləri veriblər. Biz hələ ki düz ardıcıllığına gəlirik. 24 və 25. 6 tam %25 də bunu qeyd edirik. İndi onluq kəsir şəklində yazmağımızı istəyir. Çünki özləri kəsir xəttində, kəsir ədəd kimi və qarşılıq ədəd kimi veriblər. Bu kəsirimiz nəyə bərabər olacaq? Tamı olmadığına görə 0 tam %31. Burada isə 2 tamı var. 2 tam %2. 0 yazmalıyam çünki %2-dir. Məxrəcim 100-dür. Burada isə 1 tam %18. Tək rəqəmli olduğu zaman qarşısında 0 olur. 2 rəqəmli ədəddə isə özü olduğu kimi yazılır. 3 tam %5. Gördüyünüz kimi yenə mən bura 0 qeyd elədim. Burada 6 tam %4. İndi burada bizə nə deyir? Onluq kəsir şəklində yaz və birinci ədəd oxunda göstər. 0 tam %5. 2 tam %32-dir. Görürsünüz 2 rəqəmli 0 ehtiyac yoxdur. 3 tam %13. 0 tam %3. 20 tam %8. 12 tam %24. Bu belədir, düzdürmü? İndi gəlin sıradan birini götürək. Məsələn 12 tamı götürək, fərq etməz. Buradan bir dənə kəsir oxu çəkirəm və uşaqlar biz bilirdik ki, bayaq dedim ki, onda birlər olduğuna görə məxrəc 10 hissəyə bölünürdü. Amma %1 olduğuna görə isə biz burada kəsirimizi 1, 2, 3, 4, 5, 6 uzadaq bir balaca səliqəsiz olsa. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu da bir 10 dənə. Oldu mu 10 dənə? Və 10 dənənin hər biri də 10 hissəyə bölünür. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu isə özü 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu özü 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu özü isə 10. Burada 12 tamdan başlayır. Mən ona görə də bura 12 tam. 12-ni bura qeyd edəcəm. 13-ü isə bura qeyd edəcəm. 12 tam %24 dediyinə görə, bax bu 12 tam %10, 12 tam %20, %24 dediyinə görə 1, 2, 3, 4 çıxılı da olsa uşaqlar bunları qeyd edirəm. Bura qeyd edirik yenə 12 tam %20. Əslində burada iş dəftərinin üzərində bunu işləmək biraz çox çətindir. Çox qarışıq vəziyyət yaranır. Yəni biz bunu məsələn, gəlin burada mən izah edim. Məsələn, burada mən bayaq 10 hissəyə bölmüşdüm. Məxrəc 10'da 1 kimi izah vermişdim. Burada isə gəlin bir dənə %1'in səliqəli formada birini çəkək. Məsələn, 20,8 götürək, fərq eləməz.
Elə uzunlama qeydimizi götürək. Deməli, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bu 1. 10-cu da bu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bu 10-cu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bu 10-cu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bu 10-cu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, istən olmalıdır. 1, 2, 3, 4, 5, 6, yəni 60. 2, 3, 4, 5, 6, 7, 8, 9, 5. Bir dənə də 10, ancaq birini də buradan uzatmalıyıq deyəsən. Dəftərimiz yenə balaca oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Buradan da belə bir qeydiyyatımız aparırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Gördüyünüz kimi bu, burada belə üzürü sayın, oxşarsı qoya bilmədik. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100. Yəni bunu hər dəfə çəkmək biraz çətinlik yaradır. Sadəcə mən izah vermək üçün çəkdim ki, hər biri 10 hissəyə bölünür. Burada isə bizə tamı neçədən deyirsə biz oradan götürməliyik. Məsələn, burada 20 tamla deyir, hə? Mənim aralığım burada 20 tamla, üstündə yazım. 20 tamla 21 tam aralığında olacaq. Və 20 tamla gəlir nəyə? 8-ə. 8 harda olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bax, burada qeyd edəcəm və bu olacaq nə? 20 tam onda 8. Əgər mənə desəydi ki, burada məsələn 20 tam, üzr istəyirəm, 20 tam %8. Əgər mənə desəydi ki, məsələn 20 tam %35-i tap, mən 20 tamın üzərində gələcəkdim. Baxın, 10, 20, 30, 1, 2, 3, 4, 5. Bu olacaqdı nə? 20 tam %35. Və yaxud da mənə desəydi ki, 20 tam %77-ni tap, mən sayacaqdım 10, 20, burada yaza bilərik də. 10, 20, 30, 10, 20, 30, 40, 50, 60, 70. Məsələn, 2 tam %70-dir də bu. 1, 2, 3, 4, 5, 6, 7. Bu olacaq nə? 2 tam %77. Bax, bu qayda ilə biz bunu tapa bilərik. Ümid edirəm, bunu burada ayrı çəkməyim sizin üçün yardımcı oldu. Növbəti videolarda görüşərik uşaqlar. Bugün isə istəyirəm səhifə 18-in də izahını sizlərə verim. Gəlin, vaxt itirmədən uşaqlar, səhifə 18-in izahına başlayaq. Baxaq görək bizə nə deyir. Aha. Videonu düzəldək. Deməli, səhifə 18-də birinci tapşırıqda bizə deyir ki, ədədləri verilmiş formasına görə digər formalarda yaz. Deməli, burada qarışıq ədədləri, yəni onluq kəsir, adi kəsir, qarışıq ədəd və sözlərlə verib. Deməli, bu isə sözlərlədir. Burada 0 tam %4 verib. Mən bunu adi kəsir kimi yazdığım zaman nə olacaq? %4 olacaq. Biz dedik də, deməli, adi kəsirlər xəttindən yazılanlardır. Belə ipucu kimi yadda saxlayırıq. Bizim üçün rahat olsun deyə. Onluq kəsir dediyi zaman isə biz 0 tamla olanlar, yəni vergüllə olanlar yadımızda qalır. Burada adi kəsir kimi yazacağım. %4. Burada isə onluq kəsirlə ifadə eləmək üçün 0 tam %4-də uşaqlar. Onda 4 desəydi bir dənə 4 yazmalıydım. Amma %4 dediyi üçün 0-ın sonunda mən belə deyirəm də yadda saxlayaq. 100-ün üstünə 0 var, 2 dənə 0 var, düzdürmü? Və burada 2 dənə rəqəm olmalıdır. 2 dənə rəqəmdən təkliyim varsa, 4-üm varsa, deməli bu da 0 olacaq. 0 tam %4-ümüz. İndi burada bizə nə deyir? Deyir ki, qarışıq ədəd verib bizə kəsir. Onu sözlə yazmalıyıq. Olacaq nə? 2 tam onda 7. 2 tam onda 7 sözlə ifadə edirəm və kəsir şəklindədir. Burada isə mən bunu onluq kəsir kimi göstərmək üçün tamım var. Götürəcəm 2 tam. Bu niyə yazmadı? 2 tam vergül. Onda 7 dediyi zaman isə vergüldən sonra bilirik ki, ancaq bir dənə rəqəm olur. Daha sonra isə burada onluq kəsir formasında verib və biz onu sözlə, adi kəsirlə verməliyik. 1 tam, gördüyünüz kimi burada 2 rəqəm var. Bu 100 tamla oxunmalıdır. 1 tam %26. Gəlin əvvəlcə bura yazaq. 1 tam %26. Sonra isə burada isə göstərmək istəyirəmsə, burada tamı var deyə kəsirin qarşısında 1 tam qoyacağam. Kəsir xəttimi çəkəcəm. %26-nı məxrəc isə 100, surətdə isə 26 olmaqla yazacağım. Burada yeni sözlərlə verib. 15 tam %40. Və biz bunu adi kəsir şəklində yazmaq üçün gördüyünüz kimi bunun həm tam hissəsi var, həm də kəsir hissəsi var. Tamı 15-dir, yazdım 15, kəsir xəttimi çəkdim və %43 deyir və mən də %43 yazıram. Onluq kəsir şəklində yazdığımız zaman da yenə eyni qaydada tam var. 15 tam yazıram, vergülümü qoyuram. Yəni bu kəsir xəttini burada vergüllə əvəz edirik. %43. 43-də olduğu kimi yazırıq və necə oxunur? 15 tam %43. İndi gəlin baxaq. Doğru fikir, yanlış fikir istəyir. Həmişə işlədiyimiz tapşırıqlardandır. Gülən smolik və gülməyən smoliklə doğru və səhv olduğunu müəyyən eləyəcəyik. Gəlin baxaq. Deyir ki, 4 tam %23 ədədinin onda birlər mərtəbəsində 3 rəqəmi yerləşir. Biz bundan əvvəl demişdik ki, necə? Vergüldən əvvəl təkliklər mərtəbəsidir. Yəni bu tam hissə, yəni vergüldən sol tərəf təkliklər adlanır.
kitabımızda da biz bunun izahını verə bilərik indidən. Baxın uşaqlar, çaşdırmamaq üçün. Baxın gördüyünüz kimi. Vergüldən əvvəlki hissə nədir? Tam hissədir, yəni təkliklərdir. Amma vergüldən sağ tərəfdə isə onda birlər və yüzdə birlər olur. Gəlin baxın. Deməli, bizdə onda birlərini istəyir. Onda birində harda durub uşaqlar? Gördüyünüz kimi, buradan da göstərim sizin üçün. Mən bunun izahını vermişdim, amma sizin üçün daha rahat olsun deyə buradan göstərirəm. Gəlin baxaq. Uşaqlar, vergüldən sol tərəfin bildik bir dənə qayda qanunu var ki, təklidir. Amma vergüldən sağ tərəfdə isə həm onda birlər, həm də yüzdə birlər olur. Və biz bilirik ki, mərtəbə ardıcılığı belə gedir. Təklik, onluq, yüzlük, düzdürmü? Bu, əgər yadda saxlıq təkli ilə başlayırıq. Yəni, vergülün sol tərəfi təkli ilə başlayır, sonra onluq, sonra isə yüzlük gəlir. Burada da göstərirsiniz uşaqlar. Baxın, bunu göstərmirəm, çünki bu onu deməkdir ki, vergüldən sonra bizim tam hissəmiz 2 rəqəmlidir. Mən bir rəqəmin üzərində izah edirəm. Bu mənim tam hissəmdir. Bu vergüldən sonra birinci gəlir, bu isə ikinci gəlir. Gəlin davam edək. Yəni ardıcıl olaraq təklik, onluq, yüzlük kimi artır. İndi bu bizdən nə istədir uşaqlar? Onda birlər istəyir. 3 onda birdə dayanıb, yoxsa yüzdə birdə dayanıb. Bu isə bizə onda bir deyir. Deməli, bu səhvdir. 1 tam %45 ədədinin yüzdə birlər mərtəbəsində 4 rəqəmi yerləşir. Gəlin baxaq. Təklik, onluq, yüzlük. Düzdürmü? Yüzlüyündə də 4, yoxsa onluğunda bu da səhvdir. 0 tam %68 ədədinin onda birlər mərtəbəsindəki rəqəm yüzdə birlər mərtəbəsindəki rəqəmdən kiçikdir. Uşaqlar, burada onda birləri hansıdır bunun? Onda biri, baxın, bu 6-dır. Bu rəqəm yüzdə birlərdən kiçikdir. Yəni 8-dən kiçikdir. Bəli, bunu düz deyir. Yüzdə birlərindən kiçikdir. İkisi səhv, biri düz oldu. İndi gəlin uşaqlar bərabər kəsirlər yazaq. Kitabdan da izahını vermişdim ki, uşaqlar, onluq kəsirlərin bərabər hansı kəsirə onluq, hansı onluq kəsirə bərabər olduğunu ayırd edəndə mən belə bir fikir sizə bildirdim ki, yəni bu daha yadda qalandı da. Vergüldən sonra hansısa bir ədəd verirsə, həmin ədədin sonuna 1, 2, 0 artırmaqla biz ona bərabər onluq kəsirlər yarada bilirik. Mütləq və mütləq həmin rəqəmdən əvvələ. Yəni, həmin rəqəmdən əvvələ artırdıqla yox, sonraya artırdıqla. Gəlin, mən burada da onun izahını sizin üçün verim. Deyəsən, burada yoxsa yazmamışdım. Gəlin, baxın uşaqlar. Məsələn, burada Lora dilində sizin üçün rahat izah edeyim. Baxın, elə buradan götürürəm. Məsələn, belə tutum hazır. Aha, 0 tam %30'dur, düzdürmü? Bizə deyir ki, bərabər onluq kəsir yaz. Düzdürmü? Adi kəsir istəmir. Yəni, yenə vergüllü olan kəsir yazmalıyıq. 0 tam %30 bərabərdir 0 tam %3-ün özünə. Əgər belə olsaydı, 0 tam %3 bərabərdir. Mən buna heç vaxt 0 tam %3 deyə bilməzdim. Bərabər eləyə bilməzdim. Yenə dediyim kimi, bu rəqəm ki gəlir, bu rəqəmdən sonraki vergüllər azaltmaq və artırmaq olur və həmin onları azaldıb artırmaqla biz bərabər kəsirlər yaradırıq. Məsələn, bu ikinciyə baxıram. 1 tam %5, düzdürmü? 1 tam %5 bərabər ola bilər nəyə? 1 tam %50-yə. Gördüyünüz kimi 5-dən sonra 0 artırdım. 5-dən əvvələ 0 artıra bilmərəm. Belə heç vaxt onluq kəsir yarada bilmərəm. İndi burada da 0 tam %30 nəyə bərabərdir? 0 tam %3 yaza bilərəm. 1 tam %5 bərabər olacaq nəyə? 1 tam %50-yə. 2 tam %10 olacaq 2 tam %1 bərabər eləyəcəm. 0 tam %5-i 0 tam %50 kimi bərabər eləyə bilərəm. 5 tam %4-ü də 5 tam %40 eləyə bilərəm. Gördüyünüz kimi 0 çox olanda onu azaltdım, 0 olmayınca 0 artıq elədim. Və bununla da asanlıqla bərabər kəsir əldə eləmiş oldum. Adi kəsirləri bərabər eləyən zaman ya surətinə vururduq, ya məxrəcinə 2-yə vururduq. 2-yə yox, daha doğrusu bərabərləşdirib biz o cür onları qeyd edirdik. Amma onluq kəsirə sadəcə olaraq vergüldən sonraki ədəd nədirsə, onun yanına 0 artırmaqla və yaxud da onun yanındakı 0 götürməklə biz bərabər onluq kəsirlər ala bilirik. İndi bura baxırıq. Onluq kəsirləri qarışıq ədəd şəklində yaz. Gördüyünüz kimi bunun tamları var. Tamları olduğu zaman biz bilirik ki, burada mütləq qarışıq ədəd olacaq. Yəni adi kəsir olmayacaq. 2 tamını yazıram, kəsir xəttini çəkirəm. Bu necə oxunacaq? %5. Yazacağam bura %5. İndi isə 1 tamını yazacağam, %25 yazacağam. Daha sonra burada isə 1 tamını yazacağam, kəsir xəttini çəkəcəm, %8. Burada isə 3 tam %48 olacaq. Burada da 3 tam %7. Mən buna %7 deyəmərəm, çünki bu 2 rəqəmlidir. Bu isə %7-yə bərabərdir. Kəsirlərdən biri digərinə bərabər deyil. Və bu kəsiri biz haşiyə almalıyıq. Gəlin baxaq. %8 bərabərdir nəyə? Elə %8 bərabərdir bu %8. 0-dan %8 deməkdir bu. 0-dan %8 elə özü də 0-dan %80-ə bərabərdir. Bayaq dedik yaxın 8-dən sonra 0 artıra bilərəm, amma qarşısını artıra bilmərəm. Gördüyünüz kimi burada 8-dən əvvələ 0 artırıb və bu bərabər kəsir deyil. Bunu bax belə haşiyəyə alırıq.
Sonra isə davam edirik və görürük ki, uşaqlar, burada 5-də 4-ün özü də elə 10-da 8-ə bərabərdir. Niyə bərabərdir? Çünki 4-ü 2-yə vuranda 8 eləyir. Düzdürmü? 5-i də 2-yə vursan 10 eləyəcək. Yəni bu 5-də 4 kəsiri sizi çaşdırmasın. O özü də elə 10-da 8-ə bərabərdir. Burada bərabər olmayan bir dənə 0-dan %8 oldu. İndi B variantına baxıram. %4 bərabərdir %4-ə. Bunlar bərabərdirlər. Bu isə uşaqlar %40 verir. Mən bayağı da vurğuladım ki, ədədin özündən sonra 0 artırmaq olar, amma virgülün sağ tərəfinə 0 artırmaq icazə yoxdur. Yəni bu artıq bunu ixtisarlasam 0,4 kimi oxunacaq. %4 kimi yox. İndi 4-ü 2-yə böləndə 2, 100-ü 2-yə böləndə 50. Elə bu %4 ilə 50 də 2 də bir-birinə bərabərdir. Gəlin indi buna baxaq. 4-ü 4-ə bölüb 1, 100-ü 4-ə bölüb 25. Deməli bu %4 ilə 25-də bir də bir-birinə bərabərdir. Burada bərabər olmayan kəsir 0,40 kəsiri, 10-luq kəsiri olur. Keçdik məsələlərə. Deməli, məsələlərdə bizə nə deyir? Ana 2 keks bişirib, hər birini 10 bərabər hissəyə böldü. Kekslərdən biri tam olaraq, digərinin isə 4 dilimə yedi. Cəmi nə qədər keks yeyildi? Deməli, uşaq 2 dənə keks bişirib və hər biri də 10 hissəyə bölünüb, düzdürmü? Kekslərdən biri tam yeyilib. Deməli, bir tam var və daha sonra neçəsi yeyilib? Digəri 4 dilimi yeyir. Deməli, mən bunu qarışıq ədəd kimi 0,4 kimi göstərəcəm. Çünki hər biri 10 bərabər hissəyə bölünür. Məxrəcim 10, surətim 4. Və mən bu kekslərin sayını nə qədər yeyildiyini tapmaq üçün isə toplayıb bilərəm ki, 10. Çünki biri tam yeyilib. Baxın, bir tam özü nəyə bərabərdir? 10-a bərabərdir. 10 üstə gəl 4 bərabərdir 14. Deməli, neçə dənə kəsir yeyilib uşaq, üzr istəyirəm, keks yeyilib? 14 dənə. Və bizə sonda nə deyir? 10-luq kəsirlə ifadə elə. 1 tam 10-da 4-ü mən necə ifadə edəcəm? 1 tam 10-da 4. Bu isə mənim 10-luq kəsirim kimi ifadəmdir. Və cavabı da məndən bu cür istəyir. 1 tam 10-da 4. Gəlin sonuncu məsələyə baxaq. Aynur albomu bəzəmək üçün neyiniyib? 0,4 metr, Lalə 0,4, Səbinə isə 5,2 metr lent kəsdi. Kimlərin kəsdiyi lentlərin uzunluqları bərabər olur. Gəlin baxaq. 0,4 heç vaxt 0,4-ə bərabər ola bilməz. Əgər 0,40 olsaydı, yəni 0 bu yüzdə yox, bu bir tərəfdə olsaydı, mən bunları bərabər onluq kəsir eləyə bilərdim. İndi gəlin baxaq. Gəlin bu 0,4-ü çevirək adi kəsirə, olsun neçə? 10,4. Və 10,4 kəsiri də 5-də 2 kəsirinə bərabərdir. 4-ü 2-yə böləcəm 2, 10-u 2-yə böləcəm 5. Deməli, bunların ikisi də 2-yə bölünür. Bu iki kəsir bir-birinə necə sayılır? Bərabər kəsirlər sayılır. İndi deyir, kimlərin kəsdiyi lentlər bir-birinə uzunluğu bərabər olur. 0,4-ü kim idi kəsən? Aynur idi. Bu 5-də 2-ni də Səbinə kəsmiş. Deməli, Aynur ilə Səbinənin kəsdiyi bir-birinə bərabərdir. Amma Lalə onlardan daha az kəsib. Belə. İndi isə növbəti videolarımızda uşaq kəsirlərin müqayisəsini çəkəcəm. Hələlik.